Əgər insan ibadətləri ləzzət ala bilmirsə, deməli bu günaha görədir, asiliklərə görə olur. Necə ki, İbn Qeym Rahimullah buyurur, deyir ki, günahların pis sonluğunun ən şiddətli növləri var. Ən birinci gətirir ki, imanın getməsidir. Sonra gətirir ki, Allah Azza və Cəllə, yəni gizli danışığının ləzzətini itirməkdir. Yəni Allah Azza və Cəllə dua etməkdən insan məhrum olur, günahlar səbəbilə. Həmçinin gətirir ki, Quran-ı Kərimi unutmaqdır. İnsan əzbər etdiyi surələri unudur. Həmçinin gətirir ki, istiğfara qarşı səhnəkarlıq etməkdir. Ona görə müsəlman günaha düşərsə, asih olarsa dərhal tövbə etməlidir və o tövbə gecikdirməməlidir. Və hər bir Adəm övladı günaha düşə bilər, xəta edə bilər və xətəkarların ən xeyirlisi isə tövbə edənlərdir. Ona görə insan tövbəni gecikdirməməlidir. Yəni biz bilmirik ölüm bizə nə vaxt gələr. Ona görə bəzən insan etdiyi günahlar və asiliklərə görə çoxlu xeyirlərdən məhrum olur. Ruzi məsələsi olsun, ruzi gecikir və duasına cavab gecikir və insanın da artıq Allahın zikrinə üz döndərir. Bununla nə olur? İnsanın yaşayışı sıxıntılı keçir.